Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün yeni qaydalar narazılığa səbəb olub. Qiymətlər bir neçə dəfə artıb. Belə ki, taksi sürücüləri artıq Bakıdan kənar istənilən bölgədə fəaliyyət göstərmək üçün həmin ərazi üzrə ayrıca buraxılış kartı almalıdırlar. Yeni tələblərə əsasən, əgər sürücü Bakıda qeydiyyatdan keçibsə və Sumqayıta sifariş aparırsa, əks istiqamətdə, yəni Sumqayıt ərazisində sərnişin götürmək üçün onun Sumqayıt üzrə buraxılış kartı olmalıdır. Əks halda sürücü həmin ərazidə fəaliyyət göstərə bilməyəcək. Son bir ildə taksi haqqında çox qayda qanun çıxır. Dedilər maşını dəyişdirəcəklər, maşını təzələdik. Ondan sonra dedilər taksi üçün sertifikat lazımdır, getdik sertifikatı da aldıq. Sertifikatdan sonra dedilər maşının buraxılış kartı olmalıdır. Onu da aldıq, indi bu məsələni çıxarıblar. Azərbaycanda da çox ailə başçısı taksi işləyib ailəsini dolandırır. İndi bu məsələni çıxardıblar. İndi biz necə işləyək, neyniyək? Buradan Sumqayıta 13-14 manat pul yazır. Bunun komissiyasını çıxanda mənə 10 manat pul qalır. Onu da 5 manat benzin vursam, elə çıxır ki, yəni mən pay gedirəm, boş qayıtmalıyam. O düzgün deyil. Sürücülər deyirlər ki, bir ərazidən digərinə sərnişin aparan taksi mütləq dolu qayıtmalıdır. Əks halda bu avtomatik olaraq qiymət artımına səbəb olur. Hazırda isə qiymətlər artıb. Avtomatik olaraq məcbur müştəri aparsa, mən 15 manat yazsam, mən deyəcəm 30 manat. Bəli, indi bir gedəsi olsa 50 manat. Amma şəxsən mənə neçə də Sumqayıt düşür, mən götürmürəm. Heç artıq da demirəm, çünki müştərinin üz gözü olmuyor. Yaxşı, bu nədə də oldu? Mən getdim onda Bakıya, zakaz verdim. Mən düzdür, Sumqayıtda sakinlər var ki, taksidən fəaliyyət göstərir, gəlirsən Bakıya. Mən onda Bakına boş qayıdıram. Mən onu nə edeyim qardaşım? Sərf eləmir. Sərf eləmir, əlbəttə ki, sərf. Mən yanacağa getmirəm ki ora. Boş gedib, boş gəlir. Yəni zakaz müştərini düşürdəndən sonra arxaya boş qayıdacaq. Yəni bunun belə çıxmasının yanacağı var. Bunun məsəl üçün sifarişinə haqqı tutur, faiz tuturlar. Yəni bizə o heç cürə sərf eləmir. Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə bu qaydanın tətbiqi yollardakı yükləməni azaltmağa yönəlib. Bəli, ola bilər bəziləri bu işlə məşğul olur mütəmadi, bəziləri bu qərardan məmnun qalmazlar, amma biz hamımız bu tıxacdan, sıxlıqdan əziyyət çəkirik və bunun qarşısını alınmaq üçün atılan addımlar məcburdur ki, bir çox aqressiv addımlar ataq ki, onların ümumiyyətlə fərdi nəqliyyat vasitələrinin sayını azaldaraq, minik avtomobillərin sayını azaldaraq ictimai nəqliyyatın işini optimallaşdırmaq. Böyük şəhərlər, dünya təcrübəsi bu üsulla tıxac məsələlərini həll ediblər. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Xəzər xəbərə bildirilib ki, qanuna əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən sürücülər 50 manat məbləğində cərimə edilə bilər. Ruzanna Kərimli, Nizami Rəsulov, Şəhla Poladova, Rəfail Ağayev, Xəzər xəbər.